İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu'nun həbsindən sonra sosial mediada edilən boykot çağırışları ilə bağlı istintaq çərçivəsində 16 nəfər haqqında həbs qərarı çıxarılıb. Yeniavaz.com Türkiyə 2və istinadla xəbər verir ki, hüquq mühafizə orqanları məşhur aktyor Cem Yiğit Üzümoğlu da daxil olmaqla 11 nəfəri saxlayıb. İstanbul Respublika Baş Prokurorluğu onlara qarşı nifrət və ayrı seçkilik və ictimai nifrət və düşmənçiliyə sövq etmək ittihamları ilə cinayət işi açıb. Üzümoğlu sosial media hesabında boykotun konstitusiya ilə təmin olunan ifadə azadlığı çərçivəsində qiymətləndirilməli olduğunu bildirib. Hazırda qalan 5 nəfərin axtarışları davam etdirilir. Eyni zamanda boykot çağırışına qoşulan məşhur aktrisa Aybükə Pusat TRT-nin təşkilat serialından uzaqlaşdırılıb. TRT-nin baş direktoru Zahid Sobacı bildirib ki, aktrisanın paylaşımları qurumun prinsiplərinə uyğun gəlmədiyi üçün belə bir qərar verilib.